Deyələmədən bu arada iki xəbər atdılar mənə. Gəlin baxaq. Xəbərə hələ baxaq. Amerikada Erdoğan'ı su ilə zəhərləmək istəyiblər. Bir baxaq. Bir baxaq. Sosyal medyaya da bakalım. İki tweet seçtik bugün sizler için. Ağırlıklı olarak gündemde New York temasları var. Erdoğan'ın Birleşmiş Milletler Genel Kurulu'ndan yansıyanlar var. Mesela gazeteci Bülent Mumay demiş ki bir fotoğraf paylaşarak AKP Gençlik ve Kadın Kolları Başkanı'nın New York'ta ne işi var? Kimin uçağıyla gittiler? Masraflarını kim ödedi? AKP Gençlik Kolları Başkanı'nın solda diyor. Boynunda neden? Hey, ich bin's deine Haut. Deyələmə, burada nədən danışılır? Burada ondan danışılır ki, Amerika'da Erdoğan'ı su ilə zəhərləmək istəyiblər. Baxaq görək. Başkanının solda diyor. Boynunda neden? Cumhurbaşkanlığı tarafından verilen bir yaka kartı var. Bir de etiket iliştirmiş mesajına parti devletinde bugün demiş. İlginç fotoğraflar eşliğinde gazeteci Ali Can Uludağ bir ayrıntıya dikkat çekmiş. Bir ayrıntıyı yakalamış. Bakın. Toplantıdan fotoğraflar. Ramazan yaklaşıyor. Ramazan yaklaşıyor deyince de yanlış anlamayın. Ramazan ayından bahsetmiyorum. Kameraman arkadaşım Ramazan'dan bahsediyorum. Fotoğraflara bakıyoruz. Ne dikkatinizi çekiyor? Bakın liderlerin önünde sürahi var. Sürahiden su koyuyorlar değil mi? Sularını öyle içiyorlar. Peki Erdoğan'ın önündekine bakalım. Böyle daire içine almışlar burada. Görmemeniz daha iyi markayı zaten ama Türkiye'den götürülmüş su. Ta New York'a, okyanus ötesine. Amerika'da Erdoğan'ı zehirleme girişimine karşı özel tedbir demiş Ali Can Uludağ. Gazze konulu toplantıda yansıdı bu fotoğraf. Toplantı sırasında Erdoğan ve Trump dışındaki liderler önlerine konulan sürahideki suyu kullandı. Ancak Erdoğan için Türkiye'den özel su getirilmesi dikkat çekti. Bu Erdoğan'a yönelik olası bir zehirlenme girişimine karşı bir önlem oldu. Trump da kendisine getirilen ağzı kapalı bardaktaki suyu kullandı demiş Ali Can Uludağ. Şimdi soru şu, sadece Erdoğan ve Donald Trump onların mı canı kıymetli? Ya da diğer liderler daha mı cesur? Ya da Hər neysə, deməli bunların bir-birinə etibarı yoxdur. Fikir verin. Allahın suyunu belə içmirlər ki, Erdoğan da o biri dünya, o biri dünyada soç verirlər bunu, qayıb qoyurlar. Bu arada Trump, bu zaten medyaya çıxdı. Trump deyib ki, Trump Erdoğan'a deyib ki, Rusiyadan və Əliyevdən neft Trump Erdoğan'a tapşırıq verib ki, İlham Əliyev və Putin'dən neft və qaz ixracını dayandırsın, yoxsa ziyana düşəcək. Yəni, başına pis şeylər gələcək. Trump deyib ki, Erdoğan'a Putin'lə İlham oyun oynayır. Putin'lə İlham oyun oynayır. Sadece Putin'in nefti gazı İlham Əliyevin üzerinden Türkiye'ye girir. Onu dayandır, yoksa sənə ziyan eləyəcək. Hər neysə. İran devləti bugün açıqlayıb ki, Ermənistandan Naxçıvan ərazisi ilə İrana yol açılacaq. Ermənistandan Naxçıvan ərazisi ilə İrana yol açılacaq. Ermənilər Naxçıvandan keçərək İrana gedə biləcəklər. Bundan başqa, Amerika Birleşmiş Ştatları Trump yolunda heç bir işə başlamayıb. Yəni, ABŞ Trump yolunda heç bir işə başlamayıb və bildiriblər ki, Trump yolunda işlərə başlamaq hələ uzun çəkəcək. Ən azı 5 il ərzində Trump yolu barədə heç bir planımız yoxdur. 5 ildən sonra ola bilər. Amma bu deməkdir ki, mənasız bir söhbətdir. Trump belə
pul qoymaz. Yəni deyil, yer çox gözəldir, amma belə diktatorların bir regionda belə necə deyərlər, diktatorların, toplumun olduğu bir yerə Trump gəlib pulunu qoymaz. Bax, sosial şəbəkələrdə qəzəb yaratdı bu video. Baxaq. TikTok fenomeninin qəbristanlıqda çəkdiyi görüntülər sosial şəbəkələrdə rezonans doğurdu. O, diqqət çəkmək üçün qeyri-adi, açıq geyimdə şəhid məzarına gül qoyaraq video paylaşır. Sözü gedən addım birmənalı qarşılanmayıb və izləyicilərin kəskin tənqidlərinə səbəb olur. Sosial şəbəkələrdə istifadəçilər bunu gündəmə gəlmək məqsədilə atılmış uğursuz cəhd kimi qiymətləndirib, çoxsaylı negativ rəylər yazıblar. Biz də baxaq. TikTok fenomeninin qəbristanlıqda çəkdiyi görüntülər sosial şəbəkələrdə rezonans doğurdu. O, diqqət çəkmək üçün qeyri-adi, açıq geyimdə şəhid məzarına gül qoyaraq video paylaşır. Sözü gedən addım birmənalı qarşılanmayıb və izləyicilərin kəskin tənqidlərinə səbəb olur. Sosial şəbəkələrdə istifadəçilər bunu gündəmə gəlmək məqsədilə atılmış uğursuz cəhd kimi qiymətləndirib, çoxsaylı negativ rəylər yazıblar. Mən bir balaca, nə bilim, vallahi bir qızdı da geyinib biraz sərbəst şəkildə geyinib gəlibdi. Biz necə millətiyi? Qızdı da sərbəst geyinib biraz da baxsan ki, təmiz Azərbaycanlı yoxşamır, metisdir. O qədər bu qızlar bədənini satırlar, yarı çılpaq gəzirlər, ən azından TikTokda pul dilənirlər. Sonra bu geyim bunlar üçün belə çox örtülü geyim sayılır. Necə olur bu şəhidləri təhqir edirlər gecə-gündüz hökumət kanallarında? Necə olur Tolikdən belə şəhidləri təhqir edirlər? Xalqın səsi çıxmır. Necə olur elə? İmam Hüseyin bayrağına əski parçası deyirlər, heç kimin səsi çıxmır. Ancaq bir qız bir balaca xələtdə gəlib ziyarət edib. Eləyib də, nə olasdı ki? Nəyi pisdir ki? Mən şəhid olanda, məsələn, mən razı olardım üstümə belə qız gəlib gül qoysun oralara, belə dedi, ruhum onu qıraqdan görsün. Nə problem var ki? Şəhidinizi təhqir edirlər, şəhidin arvadını qazini tutub elə bir məmur çətin tapmaq olur ki, şəhid arvadından, anasıyla, bacısıyla, qızıyla yatıb durmasın. Bir nəfər qız TikToker gedib oradan həm gülü belə qoyubdu, dizinə kimi yarıq idi, nə bilim sinəsi, çiyinləri açığı olsun da, nə oldu? İlham Əliyevdən, onun məmurlarından pis təhqir eləyir. Şəhidlərin plakatlarını sökürlər, tulluyurlar, sürüyürlər şəhidlərin plakatını. Şəhidin ailəsini dillənə bilmirsiniz. Eşeğe gücünüz çatmır, yəni İlham Əliyevə, palana döyəş deyirsiniz. Belə də olmaz axı. Əlbəttə ki, belə olmasa daha yaxşıydı. Biraz bir balaca abırlı, biraz da abırlı geyinsə daha yaxşıydı. Amma olub da. Beş parmağın beşi də bir deyil ki. İndi Şəbnəm Tozlu yekə dəyə gəlsəydi, ya Adnan Əhmədzadənin qara tur gündəmə gələn arvadı ola qara o bərdən baxanda o andan görünən paltarla gəlsəydi, yaxud Mehriban Əliyeva açıq şəkildə sinəsi açıq gəlsəydi, hamı normal qarşılayacaqdı da bunu. Ha?